Hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu videoda sizlərlə belə bir magistratura üzrə 2026-cı il 3-cü şans üzrə qəbula düşmüş fiqur ardıcılığı ilə bağlı belə bir sualın izahını vermiş olacağam. Yay qruplarımıza, yəni magistratura dövlət qulluğu vergi üzrə yay qruplarına qatılmaq üçün qeyd olunmuş nömrəyə yaza bilərsiniz. Keçək sualın izahına. Deməli, diqqətlə baxsaq, burada dairələrin yeri, diqqətlə baxın, 2-3 bucağın yeri, 2 dairənin yeri. Yəni, rəngə baxmayın, boş verin. 2 dairə, 2-3 bucaq bu formada qalıb görürsünüz. Burada da eyni vəziyyətdə qalıb, burada da eyni vəziyyətdə qalıb görürsünüz. 2 dairə, 2-3 bucaq. Deməli, bizim sualımızın fiquru belə olmalıdır. 2 dairə burada olmalıdır yenə. 2 dənə 3 bucaq da bu yanda olmalıdır. Düzdür? İndi biz qara hissəyə baxsaq, qara rəngə baxsaq. Qara rəng, yəni fiqur özü hərəkət eləmir burada. Qara rəngin özü hərəkət edir. Qara rəng sol tərəfdədir, qalxıb yuxarıya, sonra keçib sağ tərəfə. İndi bu dəfə qara rəng düşməlidir aşağı. Yəni aşağıda olmalıdır qara rəngimiz. Və burası qara olmalıdır. Və biz varianta baxsaq, aşağısı qara olan variantları götürməliyik. A və D səhvdir, aşağısı qara 3 bucaq olmalıdır, bu da səhvdir. Qalırıq C və B variantı arasında. Hər ikisi eynidir fikir versək fiqurlara görə. Biz böyük fiqura baxsaq, həmişə romb olmalıdır da, yəni niyə kvadrat götürək? Ona görə cavabımız B variantı olmuş olur. Digər sualın da demək, cavab variantını, doğru cavab variantını R bölməsinə qeyd edə bilərsiniz. Növbəti videoda da bu sualın izahını vermiş olacağım.